Bismillahirrahmanirrahim. Əziz, möhtərəm mümin qardaşlar, bacılarımız, analarımız, bu gözəl, bu nurani, bu mübarək gecə, mübarək Mövlud münasibəti ilə başda Mövlamız Həzrət-i Hüccət əleyhissalam olmaqla bütün bəşərin haqq intizarında olan insanları, bütün bəşərin o ədalətli düzənin qurulacağı gününü gözləyən insanlarını, siz əzizləri səmimi qəlbdən təbrik edirəm. Bayramınız mübarək olsun. İnşallah Allah bütün bəşərə bu bayramlıq hədiyyəsi olaraq Həzrət Hüccətin gəlişini tezləşdirməklə gözlərimizi nurlandırsın inşallah. Şaban ayının 15-ci gecəsidir. Şaban ayının 15-ci gecəsi çox nurani, çox əzəmətli, çox mübarək bir gecədir. Bütün İslam aləmində, bütün İslam ümməti üçün Şaban ayının 15-ci gecəsi xüsusi əlamətdar bir gecədir. Əziz Peyğəmbərimizin zamanında da belə idi, məsumların zamanında da belə idi ki, bu gecənin xüsusi bir ehtiramı var idi, xüsusi bir əzəməti var idi. Bu gecənin barəsində Həzrət İmam Sadiq əleyhissalam, o da İmam Baqir əleyhissalamdan ta Peyğəmbər Əkrəmdən nəql olunan bir hədisdə buyurur: "Hiyə əfzəlu leyləti bə'də leylətil qadr." Bu gecə bir gecədir ki, Qədr gecəsindən sonra bütün gecələrdən fəzilətlidir. Hətta Qədr gecəsinə yaxın bir gecədir. Şərafət baxımından, əzəmət baxımından. Hədislərdə keçir ki, bu gecə Allah bəndələrinin ruzusunu təyin eləyər. Qədr gecəsində bəli, onlar artıq təsdiq olunar. Amma Nime-i Şabanda, 15 Qədr gecəsində insanların ruzusu, ömrü təyin olunar, insanların ziyarəti təyin olunar. Ona görə deyiblər, bizə bu gecədən çox müğayət olaq, bu gecəni çox əhəmiyyətli tutaq. Bu gecə əhya saxlamaq çox tövsiyə olunub. Bu gecə qusl eləmək çox tövsiyə olunub. Bu gecə xüsusi namazlar var, tövsiyə olunub. Xüsusi dualar var, tövsiyə olunub. Sədəqə vermək tövsiyə olunub. İstiğfar eləmək tövsiyə olunub və sair əməlləri var bu gecənin ki, bu gecədən müğayət olmaq lazımdır. Bu gecədən istifadə eləmək lazımdır. Həzrət İmam Sadiq əleyhissalam buyurur ki, Allah Qədr gecəsini Peyğəmbərinə əhda elədi, ona hədiyyə elədi. Nime-i Şabanı da bizə hədiyyə elədi. Bu, çox əzəmətli bir gecələrdəndir ki, bunun da öz əməlləri var. Hədislərdə buyurur əziz Peyğəmbərimiz: "Mən əhya leylətun nisfi min Şaban ləm yamut qalbuhu yevmə tamutul qulub." Bu gecəni hər kim ehya saxlasa, oyaq qalsa, ibadət, itaətdə keçirsə, əziz Peyğəmbər buyurur ki, qəlblərin ölən günündə o adamın qəlbi ölməyəcək. Yəni, qiyamətin günündə o adamın qəlbi şad-ı xürrəm olacaq, diri olacaq. Və Həzrət buyurur: "Əl-ğuslu leylətun nisf min Şaban təxfif." Peyğəmbər Əkrəm buyurur ki, Şaban ayının yarısında, 15-ci gecəsində qusl eləmək bu niyyətlə ət-təxfif, günahların yüngülləşməsidir, günahların bağışlanmasına səbəb olar. Həzrət buyurur: "Hiyəl-leylətu yu'tiqullah fihər-riqab minən-nar və yəğfiru fihəz-zunubil kəbair." Peyğəmbər Əkrəm buyurur ki, bu belə bir gecədir ki, Nime-i Şaban. Allah bu gecədə o zəhənnəm atəşini boyunlardan qırarsalar və Allah bu gecə kəbair günahları bağışlayar. Böyük günahları Allah bağışlayar. Xırda günahlar, səğirə günahlar hər vaxt insan istiğfar eləsə bağışlanır. Amma kəbair günahlar, Allah göstərməsin, böyük günahlar çox ağırdır. O elə düşünməyək ki, mən böyük günah elədim, elə istiğfar eləsəm Allah bağışlayar. Çətindir böyük günahları bağışlatdırmaq. Çox insan zəhmət çəkməlidir. Həzrət Peyğəmbər Əkrəm buyurur ki, bu gecədə Allah vədəsi var, bir hədiyyəsi var ki, kim gəlsə onun qapısına, kim səmimi qəlbdən istiğfar eləsə, kim Allahdan həqiqi mənada bağışlanmaq diləsə və
həyatında dönüş yaratmaq istəsə, Allahın vədəsidir ki, mən bu cür bəndələrimi bağışlayaram. Bu gecə üçün bir neçə namazlar deyiblər. Mən çox vaxt tutmaq istəmirəm. Hər kim istəsə, əlhamdülillah bu günləri həm məfatihlər öz dilimizdə var və həm də elə internet vasitəsilə möminlər yazsalar, bu gecənin namazlarını, ibadətlərini, dualarını tapıb istifadə edərlər. Lakin Peyğəmbər Əkrəmin hədislərinə əsasən bu gecədə məxsus namazlar var. Məxsus namazlar var ki, 10 rükətli bir namaz var, 4 rükətli bir namaz var. Möminlər istəsələr onları istifadə edirlər. Və Həzrət İmam Sadiq əleyhissalam buyurur ki, əgər istəsiniz bu gecə ibadət eləyəsiniz, çalışın bu gecə Cəfər Təyyar namazı qılın. Cəfər Təyyar ki, Həzrət Əmir əleyhissalamın qardaşı idi. Mut'a döyüşündə onun qolları kəsilmişdi, qələm olmuşdu və əziz Peyğəmbər də onun barəsində buyurmuşdu ki, Cəfər Təyyara indi cənnətdə 2 qanad verdilər ki, orada pərvaz edir. Onun şənində də bir namaz var. Cəfər Təyyar namazı var. Axtarsınız, inşallah onu da taparsınız. Çox əzəmətli bir namazdır. Möminlər çalışsa o namazdan istifadə eləsinlər. Bu gecənin əməllərindəndir 100 dəfə Subhanallah, 100 dəfə Elhamdülillah, 100 dəfə La ilahə illallah, 100 dəfə də Allahu Əkbər demək. Bu gecənin əməllərindəndir. Hər kim bu zikirləri desə, İmam buyurur, Qəfərallahu Teala ləhum ma sələfə min məasi. Hər kim bu zikirləri bu gecədə zikr eləsə, ya sabahki gündə zikr eləsə, Allah onun keçmiş bütün günahlarını bağışlayar. Allahın bu gün rəhmət qapıları açıqdır üzümüzə. Bu gecə çox tövsiyə olunub İmam Hüseyn əleyhissalamı ziyarət eləmək. Hədislərdə var, mən ərəb mətnlərini oxuyub vaxt tutmaq istəmirəm. Deyir, hər kim istəyirsə, 124 min Peyğəmbərlə birlikdə İmam Hüseyn əleyhissalamı ziyarət eləsin və onlarla görüşsün, onları da ziyarət eləsin eyni zamanda. Hədislərdə keçir, Nimi Şabanda gəlsin İmam Hüseyn əleyhissalamı ziyarət eləsin. Çünki 124 min Peyğəmbər hamısı izn istəyib Allahdan, Həzrət Əbu Abdullah Hüseyn əleyhissalamı ziyarət üçün Nimi Şabanda. Xoş əlləri gedib çatanların, hər kim ki gedib yetişiblər. Biz də istəyik Allahdan ki, gələn il bizə də Nimi Şabanda Əbu Abdullah Hüseyn əleyhissalamın ziyarətini nəsib eləsin. Dedik, yaxud bu gecə ziyarətlər təyin olunur. Allahdan biz müqəddəs Kəbə evinin ziyarətini istəyək, Allahdan məsumların ziyarətini istəyək, əziz Peyğəmbərimizin müqəddəs hərəminin ziyarətini, qəbr şərifinin ziyarətini istəyək və Allahdan bu gecə arzusunda olanlar ərbəin ziyarətini istəsinlər ki, inşallah Allah bu günlərdə bu gecələrin hörmətinə lütf eləyər, nəzər eləyər inşallah. Amma indi gedə bilməmişik, bizim əlimiz yetməyib, bəs biz necə eləyək? İmam Sadiq əleyhissalam deyir ki, gedəməyənlər də narahat olmasınlar. Bu gecə yaxşı olar ki, açıq səma altında, açıq tavanın altında, mümkün olsa hündür bir yerdə, olmasa da fərq eləməz. Üzü qibləyə dayanıb, bir dəfə Əssalamu aleykə ya Əba Əbdillah, Əssalamu aleykum və rəhmətullah və bərəkatuh. 3 dəfə bunu desin. İnsan üzünü çevirsin qibləyə Əbu Abdullah Hüseyn əleyhissalama, salamlarını göndərsin. İnşallah ki, Allah mütəal o salamları Əbu Abdullah Hüseyn əleyhissalama da yetirər. Bu gecə üçün İmam Həsən-i Müctəba əleyhissalam Peyğəmbər Əkrəmin həyat yoldaşı Ayşə xanımdan bir rəvayət nəql edir ki, deyir, mən gördüm Peyğəmbər Nimi Şabanda özü bu namazı qıldı və sifariş elədi ki, biz də o namazı qılaq. O namaz 10 rükətdən ibarətdir və hər rükətdə 10 rükətdən ibarətdir, yəni 5 dənə 2 rükət sübh namazı kimi. Niyyəti Nimi Şabanın namazını qılan. Eyni sübh namazı kimidir. Hər rükətdə bir həmdə 10 qulhu Allahdır. Asanda namazdır. Həzrət Peyğəmbər Əkrəm buyurdu ki, hər kim bu namazı qılsa, 70 min günahını Allah bağışlayar, 70 min əvəzində ona savab əta eləyər, öz günahlarını bağışlayar, azmış kimi deyir, həm də ata-anasının günahlarını bağışlayar.
Gör bu gecəyə Allah nə qədər bərəkət verib ki, Allah bu gecədə öz lütfini bəşərin əhlinə nazil edib. Və bu gecənin ən böyük hadisələrindən də biri, bunu bu qədərin saydığı ki, bu elə əziz Peyğəmbərimiz zamanında da bu cür idi. Nime-i Şaban əziz bir gecə idi. Nime-i Şaban bir də gəldi, şərafət tapdı bir hadisə ilə. O hadisə də bu gecə bəşərin bu günləri daha çox ehtiyacı olduğu bir şəxsin. Dünyanın ədalətə təşna olduğu bir günlərdə, dünyanın zülmdən doyduğu bir zamanda bütün bəşər bir ədalət təşnəsindədir. Bütün bəşər bir əmin-amanlığın təşnəsindədir və bu ədaləti bəşərdə bərpa edəcək, bu əmin-amanlığı Allahın qüdrəti ilə bəşərdə təmin edəcək şəxsiyyət, Allahın sununucu hüccəti, Həzrət Məhdi Əcəlallahu Fərəcəhu Şərifi dünyaya gəldiyi bir gecədir. Bayram, bugün bir bayrama qarışıb, çox əzəmətli bir gecədir və mömin gərək sevincli ola ki, mənim imamımın dünyaya gələn gecəsidir. Həzrət İmam Məhdi əleyhissalamın gəlişi bütün İslam aləmində yekdil bir nəzərdir. Elə bir firqə tapıla bilməz ki, bu məsələni inkar eləsin. Çünki Peyğəmbər Əkrəmdən çoxlu hədislərimiz var bunun barəsində və bütün İslam hədis kitablarında mötəbər hədislər gəlib ki, Həzrət Hüccət gələcək, Həzrət Peyğəmbərin nəslindən olan Həzrət Məhdi gələcək və Həzrət İsa onun arxasında namaz qılacaq, ona iqtida eləyəcək ki, bütün dünyanın əhli görsün ki, İmam Məhdinin məqamı Allah yanında nə qədər alidir. Peyğəmbər ona iqtida eləyəcək. Bu müzakirəsiz bir məsələdir, bir mövzudur. Lakin məsələ İslam ümmətinin içində nədir? Fikir ayrılığı nədir? İslam ümmətinin içində Əhl-i-Beyt davamçılarının inancı budur ki, və həqiqət də bundan ibarətdir ki, o Həzrət dünyaya gəlib 1300 ildən çox bir tarixdir. Təqribən 1370 il bir tarixdir ki, o Həzrət dünyaya gəlib və 5 il 5 yaşına qədər insanların içində idi, yaşayırdı adi həyatını. 5 ildən sonra Allah onu qeybət çəkdi, qeybət-i suğra dönəmi başladı o Həzrətin. Və bir müddətdən sonra o Həzrətin qeybət-i kubrası başlandı, uzun müddətli qeybət dönəmi. Və bu müddət hələ də davam edir. İndi Allahın məsləhəti olan gün və müsəlmanların buna hazır olduğu bir gündə Allah o zuhuru gerçəkləşdirəcək. O Həzrətin gəlişi öz həqiqətini tapacaq. O Həzrət zuhur edəcək deyirik. Zuhur nədir, əzizlərim? Zuhur hardansa enmə deyil. Məsələn, Həzrət Məsihi ki, Allah qaldırdı göylərə, o enəcək. Aramızda yoxdur Həzrət İsa əleyhissalam. Zuhur buna deyirlər ki, aramızdadır, görsənmir, amma birdən görükdü. Məsələn, bir şey var idi, adam onu görərsən ki, itirib tapa bilmir, amma buradadır da. Sən görə bilmirsən, axtarırsan, o şeyi tapmağa deyərlər zuhur oldu. Aşkar oldu, yəni mənasındadır. Həzrət zuhur edəcək, yəni o insanların içindədir. O hardasa bir başqa aləmdə yaşamır. O bizi ilə bir yerdədir. Bizi ilə gəzir, bizi ilə dolanır. Hədislərdə var, evlərimizi görür, evlərimizdən xəbərdardır. Özümüzü görür, özümüzdən xəbərdardır. Biz Həzrət Hüccəti görə bilmirik. O bizim nöqsanımızdır, bizim günahlarımızdır, Həzrət Hüccəti görə bilmirik.
Və bəzi insanlar da olub həyatında ki, bu əzəmətli, şərəfli bir hadisə ilə müşərrəf olublar. O həzrəti də görə biliblər. Bəli, o həzrət zuhur eləyəcək bir gün. Bəs o zaman, amma bəzi İslam təriqətlərində Həzrət Məhdinin gəlişinə etimadları var, etiqadları var, hədislərində, özü mötəbər kitablarında var Həzrət gələcək. Amma deyirlər, o Həzrət hələ doğulmayıb, o hələ dünyaya gəlməyib. Bir gün dünyaya gələcək, ondan sonra bəşər ədalətlə dolduracaq. Belə bir yanaşma tərzi var. Bəs bu fikir ayrılığı hardan yaranıb? Niyə biz deyirik ki, o Həzrət dünyaya gəlib, amma bəziləri ki, o hələ dünyaya gəlməyib. Dünyanın tarixində 3 şəxsiyyətin Allah məsləhəti bu olub ki, dünyaya gəlişin gizli qərar verib. Onların dünyaya gəlməsindən insanların xəbəri olmayıb. Onlardan birincisi Həzrət İbrahim əleyhissalamdır. Həzrət İbrahim əleyhissalamın dönəmində bir zalim padişah var idi, adı Nəmrud idi. Böyük bunun bir hökuməti var idi. Dünyaya ağalıq eləyirdi. Dünya sahibi özünü bilirdi, Nəmrud. Belə bir zamanda bir gün Nəmrud bir yuxu gördü. O yuxu bunu narahat elədi və səhər bütün münəccimlərini çağırdı. Dedi, mənim bu yuxumu gərək təbir eləyəsiniz ki, bunun mənası nədir? Yuxu yozanlar məsləhət, məşvərət elədilər. Dedilər ki, padişah sağ olsun, bu yuxunun mənası budur ki, tezliklə sənin məmləkətində bir nəfər körpə dünyaya gələcək, bu körpə sənin səltənətinə son qoyacaq. Sənin bütün iqtidarını dağıdıb aradan aparacaq. Nəmrud düşdü qorxuya. Nəmrud düşdü qorxuya, tapşırıq verdi məmurlarına. Bütün kişiləri xanımlardan ayırdılar. Evlərinə icazə vermədilər. Xanımlar evlərinə qapandı, bağlandı. Kişilər işləyib çöldə həyətdə qalmalıdırlar. Evlərinə daxil olmaq icazələri yoxdur. Və bütün yeni doğulan körpələri əmr verdi. O dönəmdə, həmin müddət ərzində, təqribən 1 illik müddət ərzində harda körpə uşaq dünyaya gəlsə, əmr verdi Nəmrud ki, o uşaq mütləq öldürülməlidir. Mən icazə vermərəm ki, mənim səltənətimə son qoyacaq bir nəfər dünyaya gəlsin. Bu cür davam edir. Həzrət İbrahim əleyhissalam dünyaya gəlir, gizli şəkildə. Anası bunu götürür, aparır bir mağarada gizlədir. Çünki bunu görsələr, xəbər tutsalar öldürəcəklər. Anası bunu gizlədir bir mağarada. 13 il mağarada Həzrət İbrahim əleyhissalam böyüyür, boya başa çatır. Anası gizlin şəkildə ona aparır, çay verir, su verir, yemək verir, onu qidalandırır. Ta ki gəlir Həzrət İbrahim əleyhissalam 13 yaşına çatır. 13 yaşında insanların içində zuhur edir. Və gəlişi ilə başlayır təvhidin dərsin insanlara öyrətməyə, təvhidi başa salmağa, təvhidi izah eləməyə. Nəhayət Həzrət İbrahim əleyhissalam gəlir Nəmrudun bütün səltənətin, taxt-ı tacını məhv eləyir, onu məğlub eləyir. Qələbə çalır Allahın dini bəşərdə. İkinci bir hadisə olub Həzrət Musa əleyhissalamın hadisəsi. Nəmruddan sonra gəldi bir Firon dünyaya gəldi. Misirdə bir padişah idi. O da eyni Nəmrud kimi dünyaya hökm oxuyurdu. Öz səltənəti ilə. Və Firon da bir gün bir yuxu gördü. Onu da qısa deyim ki, təbir elədi onun üçün. O yuxu yozanlar eyni cavabı Firona da dedilər. Dedilər ki, Firon sağ olsun. Bu yuxunun nəticəsi budur ki, bir körpə sənin məmləkətində dünyaya gələcək və sənin səltənətinə son qoyacaq. İlahi ədaləti bəşərdə bərpa eləyəcək.
Firon da eşitmişdi, xəbərdar idi ki, Nəmrud bu cür bir tədbir görmüşdü. Əzizlərim, bəzən tarixi hamı araşdırır. Hətta Allah düşmənləri, din düşmənləri tarixi bizdən çox araşdırırlar. Tarixi hadisələri öyrənirlər. Təəssüf ki, nəticə çıxartmırlar. O maraqlandı ki, Nəmrud bu cür bir iş görüb. Amma burasında bu adam qəflətə düşdü ki, axı Nəmrud ki, bu qədər körpü öldürdü, nəticədə İbrahim əleyhissalam dünyaya gəldi. Bunun qarşısını almaq mümkün olmadı. İlahi nuru söndürmək mümkün deyil. Eyni tədbiri Həzrət Musa zamanında Firon da tökdü. Bütün uşaqların qətl olunmasına tapşırıq verdi, o ərəfədə dünyaya gələn və bütün bu uşaq həkimləri deyək də, bu uşaqları dünyaya gətirən ki, həkimlər var, onların hamısına göstəriş verdi ki, harda bir körpə dünyaya gəlsə, mütləq bizə xəbər verməlisiniz, əks təqdirdə özünüz öldürüləcəksiniz. Həzrət Musa əleyhissalamın anası evlad dünyaya gətirməlidir. Evdən bayıra çıxmır, gizli şəkildə, bildirmir heç kimə. Bir tanıdığı bir həkim, xanım həkim var idi, onu dəvət elədi evinə. Hadisəni danışdı, rəfiqə idilər. Dedi, bəs mən evlad dünyaya gətirməliyəm, ancaq belə bir tapşırıq da var, mənə bu işdə kömək eləyəsən, amma gizli bunu saxlayasan. Söz verdi buna. Elə ki, Həzrət Musa əleyhissalam dünyaya gəldi, Allah onun simasına bir nur bəxş elədi ki, o nurun, o həkim, ana həkimi, o körpəni görən kimi eşqi düşdü qəlbinə. Və etiraf elədi Həzrət Musanın anasına. Dedi, mən mütləq bunu gedib Fironun adamlarına deyəcəkdim. Mən canım üçün qorxuram. Amma bu körpədə bir gözəllik gördüm, bir məhəbbəti qəlbimə doldu ki, öz balamdan çox istədim mən onu. İndi arxayın ol ki, mən heç kimə deməyəcəm bunu. Allah bu cür qoruyur bəzən. Bu körpə dünyaya gəldi. Bir müddət anası ona xəlvət şəkildə süd verdi, bir neçə ay onu böyütdü. Ondan sonra Həzrət Musanın anasına ilham olundu. Ayələr bunlar keçir, deyilir. Bəzən biz görürsən, məsələn, deyirik ki, xanım Zəhra salamullahi aleyhaya mələikə gəlirdi, bəzi elmləri öyrədirdilər, ona əta edirdilər, görürsən. Bəzi anlamaz insanlar var, deyirlər ki, məsələn, bunlar gəldi xanım Zəhra salamullahi aleyhanı, bunlar peyğəmbərlik məqamına çıxardırlar. Əvvəl bu da peyğəmbər, bəşərdə heç vaxt xanım olmayıb, bizim belə bir iddiamız da yoxdur. İkinci budur ki, Həzrət Musa əleyhissalamın anasına mələk nazil olur. Həzrət İsa əleyhissalamın anasına mələk nazil olur. Aləmlərin, peyğəmbərin təbiridir, ən üstün xanım Zəhraya mələk nazil olmasın və insafınla qəzavət edəcənəm məsələlərdir. Xülasə, ona deyildi ki, bu uşağı qoy bir sandığa, burax dəryaya. Biz onu özümüz qoruyacağıq. Anası bu uşağı giyindirir, bir sandıq, taxta bir sandığın içinə qoyur, buraxır Nil çayına. Firon da həyat yoldaşı ilə oturub öz sarayının eyvanında çay içir, istirahət edir, dincəlir. Və Fironun evində də bir dənə qız uşağı var. Bir dənə qızı var Fironun. Özü də xəstədir. Əlacı tapılmır o qızın. Fironun həyat yoldaşı Asiyadır. Çox əziz xanımlardandır. İslamda 4 mötəbər adı çəkilmiş xanımlardan biridir ki, Firon kiminin evində öz əqidəsini, öz dinin qorumağa bacardı. Həzrət Asiya bir neçə dəfə yuxuda görüb ki, evvizə bir ilahi oğlan uşağı gələcək və onun ağız suyu sizin qızınızın şəfasıdır. Qızınızın başqa şəfası yoxdur, onu başqa yerdə axtarmayın, təbiblərdə axtarmayın.
Bir oğlan uşağı, ilahi bir oğlan uşağı gələcək evimizə və onun ağız suyu ilə qızılız şəfaat tapacaq. Bunlar gördülər bir çayla bir beşik gəlir. Firon tapşırıq verdi onu gətirsinlər. Açdılar, gördülər bir oğlan uşağıdır. Əvvəl Firon narahat oldu. Çünki tapşırıq verib bütün körpələr öldürülməlidir. Bu körpə oğlan uşağı görəndə özünün bizim dillənsək Əzrailini görür. Asiya bunu sakitləşdirdi. Dedi ki, bir narahat olma Firon, əvvəla bu uşaq böyük görsənir. Sənin yuxundan bu qabaq doğulmuş uşaq oxşayır. İlahi inayətlə o biraz bunların gözündə böyük görsəndi yaşından. Bu dedi, böyük uşaqdır, bu sənin yuxundan qabaq doğulub yəqin ki. Və mən axı bir yuxu görmüşdüm ki, bizim uşağımızın şəfası da budur. Gəl bunu götürək, biz bunu saxlayaq. Götürdülər Həzrət Musa əleyhissalamın ağız suyundan o qız uşağına vurdular. O qız uşağı doğrudan şəfa tapdı. Ondan sonra Fironun da qəlbində o uşağa qarşı bir sevgi yarandı. Firon öz qucağında böyütdü Həzrət Musanı. Özünün qatilini Allah gətirdi, Fironun qucağında böyütdü, Fironun evində böyütdü. Onu başqa yerdə böyüdə bilərdi. Allah istədi, bəşərdə tuğyankarlar bir ibrət alsınlar. Sizin tədbirlərinizlə deyil ki, siz də tədbir tökərsiniz, Allah da tədbir tökər. İnnallaha xayrul makirin. Allah tədbir tökənlərin ən gözəlidir. Sizin tədbirlərinizlə deyil ki, sən iddia edirsən ki, mən Musanı öldürərəm, Allah deyir, mən gətirərəm Musanı sənin qucağında böyüdərəm. Sən heç nə eləyə bilmərsən. Əzizləyərsən onu, özün yeməyin verərsən, özün suyunu verərsən, özün çayını verərsən. Özün böyüdərsən ki, gəlsin səni, o zülmü və son qoyulsun. Bu iki tarixdə şəxsiyyətdir ki, bu cür olub. Və üçüncü şəxsiyyət Həzrət Höccət əleyhissalamdır. Abbasi xəlifələr dönəmidir, Mötəmidin zamanıdır. Allah lənət eləsin, bütün gəlmiş keçmiş, zalim, əhl-i-beyt düşməni olan, bəli, xəlifələrə. Mötəmid o da eşidib, bilir ki, 12-ci imam gələcək və zülmün kökünü kəsəcək. Bunlar hər nə qədər qəbul eləmirlərsə, amma sayırlar, bilirlər. Birinci imam Həzrət Əli əleyhissalamdır, ikinci imam İmam Həsəndir, İmam Hüseyndir və sair və 11-ci imam Həsən Əskəri əleyhissalamdır. Bunlar bunu bilirlər, əzizlərim. Sadəcə xilafətdən əz çəkə bilmirlər. Bilir ki, 11-ci imam Həsən Əskəridir, bunun oğlu gəlsə 12-ci imam olacaq. Tapşırıq verib, neçə dənə qadın həkim İmam Həsən Əskəri əleyhissalamın evində yerləşdirib ki, onun xanımlarından birində evlad dünyaya gətirmək bir əlamətləri görsünüz, bizə xəbər verin. Biz buna imkan verməyəcəyik. Heç bir şey də yoxdur. Bu gecədir, əzizlərim, bu gecədir. Nimə Şabandır. Həkimə xatun, İmam Həsən Əskəri əleyhissalamın bibisi, Əliyən Nəqə əleyhissalamın bacısı, İmam Cavad əleyhissalamın qızı. Ki, qəbri şərifi də gedib ziyarət edənlər görmüsünüz Samirrada ki, 4 dənə qəbir var. İmam Əliyən Nəqə əleyhissalamın, İmam Həsən Əskəri əleyhissalamın, İmam Zaman ağanın anası Nərgiz xanımın və İmam Zaman əleyhissalamın ata bibisi Həkimə xatunu. Allah arzusunda olanları tezliklə o ziyarəti nəsib eləsin. Həkimə xatun deyir ki, İmam Həsən Əskəri əleyhissalam dedi ki, bibizan, bu gecə evvə getmə, bizdə qal. Evladım dünyaya gələcək. Mən təəccüb elədim. Soruşdum ki, ağacan, hansı xanımınla? Dedi ki, Nərgiz xatunla. Mən çox təəccüblü qaldım. Dedim ki, ağa sənə fəda olum. Mən Nərgiz xatunda heç bir evlad dünyaya gətirən əlamət görmürəm də. Heç bir əlaməti yoxdur. Allah bu dönəmi elə keçirdib ki, heç bir əlamət zahirən yoxdur. İmam buyurdu ki, narahat olma, gözlə.
Deyir, mən sübhün sağına qədər gözlədim, yavaş-yavaş bir sanki tərəddüd içmə dolurdu. İmam bu sözü deyib mənə, axı heç bir oxşar bir əlamət yoxdur. Deyir, sübhün açılan sağına yaxın Nərgiz xatun dedi ki, Bibican, otaqdan çıx, məni tək burax. Mən deyir, otaqdan çıxdım, bir az sonra bir uşaq səsi eşitdim. Və daxil oldum, gördüm ki, İmam-ı Zaman, Əcəlallahu Fərəcahu Şərif dünyaya gəldi. Yəni, Allah bu şeyi gizlin şəkildə dünyaya gətirdi. Və mən deyir, qucağıma götürəndə o körpəni, gördüm, qolunun üstündə yazılıb, bir Qur'andan ayə yazılıb, Allah tərəfindən. Ca'əl haqq və zəhəqəl batil, innəl batilə kanə zəhuqa. Haqq gəldi və batil mütləq aradan getməlidir. Mütləq aradan getməlidir. Çünki batil ölmə məhkumdur. Bir yerdə ki, işıq yandı, orada mütləqdir ki, zülmət aradan getsin. Nur daxil olan otaqda zülmət qala bilməz. Zülmət o vaxta qədər mövcuddur ki, orada nur yoxdur. Yəni, əslində, zülmətin özü yoxdur. Zülmət xüsusi bir varlıq deyil. Nurun olmadığı yerdə zülmət bərpa olur. Hər yerdə nur olsa da zülmət orada olmaz. Hər yerdə ilahi nur gəlsə, dünyəvi zülmətlər aradan gedəcək. Hər yerdə haqq gəlsə, batil mütləq aradan gedəcək. Bu, Quranın vədəsidir, bu ilahi vədədir. Və Həzrət Hüccət dünyaya gəldi. Dünyaya gəldi, İmam Həsən Əskəri əleyhissalam onu 5 il çox gizli şəkildə saxladı. Ki, düşmənlər bilməsinlər. Hətta tarixdə var ki, İmam Həsən Əskəri əleyhissalam ki, özü Samirrada olurdu, onu göndərmişdi Mədinəyə, ən sadiq dostlarından birinin evində onu saxlayırdılar. Və bir neçə dənə də yaxın səhabəsinə işarə eləmişdi bu məsələ barəsində. Ona görə heç kimin xəbəri yox idi İmam-ı Zamanın dünyaya gəlişindən. Bu qədər gizli olub hadisə. Və 5 yaşına çatanda İmam-ı Zaman, Əcəlallahu Fərəcahu Şərif, atası İmam Həsən Əskəri əleyhissalam, Mötəmidin əli ilə, tapşırığı ilə zəhərləyərək o həzrəti şəhid elədilər. Bəli, İmam-ı Zaman gəldi, onun namazını qıldı. Çünki əqidəmiz budur ki, məsuma məsumdan savayı namaz qıla bilməz heç kim. İmam-ı Zaman namazını qıldı və artıq ki, o məmurlar ki, bunu gördülər, bu hadisəni gördülər, təqib elədilər. O həzrət Allahın izni ilə gözlərdən qeybə çəkildi. Amma yer üzündədir. Bu səbəbdir ki, dünyada bir çox müsəlmanlar o həzrətin dünyaya gəlişindən qafildilər. Xəbərləri yoxdur, bilmirlər, tarix kitablarında keçməyib. İndi biz qınamırıq da, amma məsuliyyətlidirlər, axtarsalar, arasalar, araşdırsalar, həqiqət gün kimi həmişə aydındır, taparlar həqiqəti. Lakin onlar gözləyir bir gün dünyaya gələcək. Biz bilirik ki, o həzrət var, bizim aramızdadır, bizim içimizdədir. Bizə o həzrətin lütfi inayəti var. O həzrətin özündən də hədis buyurur ki, biz sizi qorumasaq, düşmənlər vəhşi canavarlar kimi sizi məhv eləyərdilər. İndi o həzrət duaları ilə bizi qoruyur. O həzrət baxışları ilə bizi qoruyur. O həzrət hansı lütfi ilə bizi qoruyur. Amma hamınız bilirsiniz, hamınızın həyatında ən çətin, ümidiniz üzlən məqamlarda hiss eləmişsiniz ki, Allah kiminsə nəyinsə vasitəsilə bu çətinlikdən su keçirdi. O həzrətin dualarıdır. Ona görə, əzizlərim, çalışaq, o həzrətin dualarını özümüzə cəlb edək. O həzrət üçün ki, biz dua edirik, gəlişi üçün ki, biz dualar oxuyuruq. Belə olmasın ki, biz onun gəlişinə dua edək, gəlişini çağıraq, amma özümüz bir cür yaşayaq ki, onun gəlişinə mane olsun bizim yaşayışımız.
Onun gəlişini gecikdirsin bizim yaşayışımız. Bizdən asılıdır, bizim yaşayışımızdan asılıdır. İntizar əhli gərək necə olar? İnşallah nəsib olar cümələrdə, Allah nəsib eləsə onun barəsində danışarıq, intizarın barəsində danışarıq. Biz nə etməliyik? Bizim vəzifələrimiz nədən ibarətdir? Amma bunu deyim kifayət eləsin əzizlərim. Bunu deyim. Nə qədər ki o Həzrətin gəlişini biz həyatımızın ən zəruri məsələsi kimi bilmiriksə, o Həzrət gəlməyəcək. Suzundan yananda suyu necə təşna oluruq istəyirik. O cür istəməsək gəlməyəcək. Bizdən istənilən budur. Və özü də deyir, nə qədər səhrada susuzundan yanan kimi məni üçün yanmasaz gəlməyəcəm. Haçan yuxumuzu ona görə qarışdırmışıq. Görürsən, bir evladımız bir xəstə olur, gözümüzə yuxu getmir. Biraz borcumuz olur, gözümüzə yuxu getmir. Gecə 3 dəfə ayılırıq, düşür yadımıza, oturub fikirləşirik. İnsafən, haçan gecə ayılıb yuxudan yadımıza düşür ki, imam zaman yoxdur. Biz imam zamansız. Bir gecə oturub onsuna ağlayaq, yoxluğuna ağlayaq. Deyək ki, mən sənsiz nəfəs ala bilmirəm. Sənin vücudun olmasa, mən bu bataqlıqdan, bu çirkabdan çıxa bilmirəm. İmam zamanla danışaq, İmam zamanla dərdi dil eləyək, 5-10 dəqiqə gün ərzində. Bir ayədə deyim, sözümü də bundan yekunlaşdırıram. Bəzən bəzi anlamazlar da olur, gəlir məsxərə eləyirlər İmam zamanın ki, 1400 il, 1200 il, 1300 il bir adamın yaşı olmaz. Əvvəldə bunu qeydim vurum. Hər o insan, deyək insan, ki, ilahi hüccətlərin qeyri-adi hallarını qəbul eləyə bilmirlər, əslində onlar Allahın qüdrətində şəkk eləyirlər. İlahi qüdrətdə şəkkləri var. Həzrət Əli əleyhissalam Xeybəri fəth elədi. Bunu məsxərə eləmək əvəzinə sən düşün ki, sən əslində Allahın qüdrətində şəkk edirsən. Allah istəsə, hər birimizə o qüdrəti verə bilər. Bir anda verər o qüdrəti bizə. Bu ilahi qüdrətdir. Allah görürsən, bəzi insanlara istisnai bir güc, bir qüvvət verir. Hər kəsdə olmur. Əvvəl budur ki, tarixdə Həzrət Nuhun uzun ömrü var, Quran danışır. Əvvəl budur ki, Həzrət İsa əleyhissalamın ki, sən bu irad bildirən qeybinə inanırsan və Həzrət İsa əleyhissalam İmam-ı zamandan da azı bir 7-800 il böyükdür. Buna qəbul eləyirsən, necə gəlir İmam-ı zamanın barəsində sən şəkkə düşürsən. Bir Qurandan ayə oxuram. Bəqərə surəsinin 259-cu ayəsi. Hər kim müsəlmandırsa, gərək iman gətirsin. Uzeyr Peyğəmbər bir kənddən keçirdi, dağılmış bir kəndi gördü, xarab olmuş bir kəndi gördü. Ürəyində bir tərəddüd oldu da, Allah, bunlar necə sən dirildəcəksən, necə bunları təzdən can verəcəksən bunlara? Mən də istəyirəm, bilim, öyrənim, görüm. Quran danışır bunun barəsində. فَأَمَاتَهُ اللّٰهِ مِئَةَ عَامٍ ثُمَّ بَعَثَهُ. Bunu ki, istədi bilsin Üzeyir ki, bunları necə dirildəcəksən. Biz deyir, Üzeyri öldürdük. Allah deyir, biz Üzeyri öldürdük. Yatışdırdıq demir Allah. Deyir, öldürdük. 100 il sonra Üzeyri biz diriltdik. 100 il üstündən keçdi ki, bunu diriltdik. Dirildən kimi ondan soruşduq. Qalə kəm ləbith. Soruşduq ki, nə vaxt yatmısan? Üzeyir ayılanda elə bilirdi, yuxudan ayılır. Hədislərdə də var da, deyir, yatmısınız, öləndə ayılacaqsınız. Adam onda ayılır, həqiqətləri görür.
Soruşduq Üzeyrdən ki, nə qədər vaxt yatmısan? Qalə ləbistu yevmən əv bə'zə yevmin. Dedi ki, ehtimal verirəm bir gün yatmışam, bəlkə də bir yarım gün yatmışam. Qal bəl ləbistə mi'ətə amin. Biz deyir, ona dedik ki, 100 ildir sən yatmışdın. 100 il keçib evi tikilən üstündən. Fənzur elə taamik və şərabik ləm yətəsənnə. Deyir, biz Üzeyrə dedik ki, uzunqulaqla gedirdi, xurcunu var idi. Xurcununa evdən çıxanda biraz yemək içmək qoymuşdu özü üçün. Deyir, biz Üzeyrə dedik, Quran ayəsini oxuyub tərcümə edirəm siz. Hədis demirəm. Biz Üzeyrə dedik ki, bax yeməklər və, bax içmək və, baxdı, gördü ki, yeməyi, içməyi heç soğumayıb. Elə evdən necə götürmüşdü, o cür təp-təzə. 100 il keçib, əzizim üstündən. 100 il keçib, yemək elə necə var evdən götürüb, o cürdür. Heç nə olmayıb. Vənzur ilə himarik. Sonra deyir, biz dedik ona, bax uzun qulaq var. Baxdı, gördü, uzun qulağın skeletləri də dahi çürümək üzrədir. Sümükləri də dahi o olur. Eyni şərait. Eyni qumun üstü, eyni günəşin altı, eyni zaman kəsiyi. Allah deyir, bizim qüdrətimiz bu cürdür. Uzun qulağı öldürüb çürdərik, xora get, xərəb də olmaz. Çay etsi olmazdı. Bu bizim qüdrət əlimizdir. Allah bunu bizə öyrədir. Deyir, ondan sonra biz onun uzun qulağını da bərpa elədik, diriltdik, ətin verdik, sümügün verdik, gözünə gəldi, durdu, getdi. Başa saldıq Üzeyrə. Allah Üzeyr Peyğəmbərə başa salıb və bütün bəşərə başa salmaq istəyir. Deyir ki, sən mənim qüdrətimdə şəkkün var, mən səni qocaldaram 60 ilə. Amma İmam-ı Zaman gələr 1600 ildə keçər, heç qocaltmaram. Bu mənim qüdrətimdir. Sən niyə şəkkə düşürsən ki? Bu Allahın qüdrətidir. Allah istədiyini eləyir. Allah dəryanı istəyəndə yarır. Allah odu istəyəndə Gülüstana çevirir. Və Allah istəyəndə İmam-ı Zamanın gəlişi gerçəkləşəcək və bəşərdəki bu zülmlər, bu istilalar, bu özbaşınaçılıqlar, bu qətllər inşallah ki, bir gün sona yetəcək və İmam-ı Zamanın gəlişi ilə bəşərdə ədalətli bir düzən qurulacaq. Allahın verək izzətinə, cəlalına, əzəmətinə o günü tezləşdirsin və o günü bizlərə də görməyi nəsib eləsin inşallah.